Qartalların üstün görmə qabiliyyətləri. Uçan canlıların ən əhəmiyyətli duyğu orqanları gözləridir. Çünki öz-özlüyündə böyük möcüzə olan uçma üstün görmə qabiliyyəti ilə dəstəklənməzsə çox təhlükəli olar. Buna görə də Allah quşlara uçma qabiliyyəti ilə yanaşı üstün görmə qabiliyyəti də vermişdir. Qartallar üstün görmə qabiliyyətinə malik olan quşlardan biridir. 1000 metrlərlə yüksəkdə uçan qartallar bu məsafədən yer üzünü bütün detalları ilə görən gözlərə malikdir. Son model qırıcı təyyarələrin 1000 metrlərlə hündürlükdən hədəflərini müəyyən etməsi kimi, qartal yer üzündəki ən kiçik hərəkəti, ən kiçik rəng fərqini hiss edərək ovunu tapır. Bu qabiliyyəti gözündəki xüsusi quruluşa borcludur. İnsan gözünə gələn işıq göz billurunda qırıldıqdan sonra tor qişanın üstünə düşür və görüntü burada əmələ gəlir. Qartalların gözlərində isə 2 tor qişa var. 2 tor qişa olduqca iti görmə qabiliyyəti qazandırır. Qartal həm ön, həm də arxa tərəfi eyni anda aydın görür. Özünü ustalıqla kamuflaj edən ovunu tapmaq üçün qartalın gözündəki tor qişa hüceyrələri bir damcı rəngli maye ilə boyanmışdır. Bunun sayəsində qartal 1000 metrlərlə yüksəklikdən rənglər arasında ən kiçik fərqi belə seçir və ovunun olduğu yeri tapır. Bir damcı yağla bu cür proseslərin baş verməsi şübhəsiz ki, Allahın sonsuz hikmətinin nümunələrindəndir. Qartal gözü eyni anda həm 300 dərəcəlik bucaq altında görür, həm də istədiyi görüntünü 6-8 dəfə böyüdə bilir. 4500 metr yüksəklikdə uçarkən 30.000 hektarlıq sahəni gözdən keçirə bilir. 1500 metr yüksəklikdən tarladakı otlar arasında kamuflaj olunmuş dovşanı asanlıqla tapır. İnsan gözləri qartalınki kimi iti deyil. Bunun bir səbəbi də qartalın gözlərinin bədəninə olan nisbətidir. Əgər insanda qartalın gözlərinin funksiyasını yerinə yetirən gözlər olsaydı, Greyfurt böyüklüyündə olardı. İnsanın 1000 metrlərlə uzaqlıqdan bir dovşanı müəyyən etmək kimi problemi olmadığına görə, Uca Allah insanı bu gözləri ilə çox estetik yaratmışdır. Bu, Allahın yaratmasındakı gözəlliyin bənzərsiz nümunələrindən sadəcə biridir. Bir ayədə qüsursuz yaradılış bu cür ifadə edilir. O, yaradan, yoxdan var edən, surət verən Allahdır.